Deməli dostlar, biz danışmışdıq ki, I am tired deyir kimsə və mən gəlib qarşı tərəfə deyirəm ki, I am tired, he said. Ya da he said, I am tired. O dedi ki, o dedi ya da mən yorğunam. Reported speech-də biz bunu belə dəyişəcəyik. Azərbaycancasını deyim. O dedi ki, o yorğun idi. Və bura ki-ni də əlavə eləyəcəyik və ki də bilirik ki, ingilis dilində that həm o demək idi, həm də bizim ki deməkdir. Deməli deyirik ki, məsələn, bunu kimsə mənə desə, getsəm Əhmədin yanına və Əhməd desə ki, mən yorğunam, mən gəlib sizə belə deyəcəm. Əhməd said that he was tired. Baxın, çox diqqətli olun. I am tired demişdim direct speech-də. Reported speech-də he was tired deyirəm. O dedi ki, o yorğun idi. O deyirəm və keçmişdə olduğunu deyirəm və qalan hər şey eyni olduğu kimi qalır. Burada isə dırnağın içərisində o nə deyibsə, birbaşa elə onun dediyini demiş oluram. Yəni reported speech-dən direct speech-in fərqi budur. Burada indi sizə başqa bir trik vereyim. Biz he said, I said, nə bilim, Əhməd said falan deyirik. Onlar daha çox istifadə elədikləri, hətta həddən ziyadə çox istifadə elədikləri o said-lərin əvəzinə, bax, belə bir ifadə var. I said-in əvəzinə, bura said yazım, am ya da was like. Deyirlər ki, I was like, yəni mən dedim ki, ya da he was like, ya da o dedi mənasına gəlir. Burada was da deyə bilərsiniz, am da deyə bilərsiniz, is da deyə bilərsiniz. Keçmiş, gələcək heç bir fərqi yoxdur. Çünki bu zaten formal bir məsələ deyil. Bu sadəcə danışıq dilidir. Bunu belə başa düşə bilərsiniz. Məsələn, biz Azərbaycanda deyirik ki, o mənə dedi ki, sən yaxşı oğlan deyilsən, mən də qayıtdım ki, bax, burada sən heç yerə qayıtmırsan. Sadəcə deyirik ki, mən də qayıtdım ki, pis elə sən özünsən, misal üçün. Bax, bu onun kimi bir şeydir bir növ. Burada məsələn, deyirsiniz ki, I am like a monster. Yəni, mən əjdaha kimiyəm. Bir də var deyirsiniz ki, I'm like, hey, how are you? Yəni, hey, how are you? Kimiyəm. Orada eləydim, kimiydim deyirsiniz. Okay? I was like, hey, how are you? And he was like, thank you, how about you? Bax, he was like, he said demirəm. Bunu daha çox direct speech üçün istifadə edirik. Çünki burada ki'si yoxdur. Bunu report eləmirik, özümüzünkiləşdirmirik. Birbaşa ilə onlar nə formada deyiblərsə, deyirik ki, bax, o belə idi. Yəni, hətta bax, belə bir ifadə də var. Deyirik ki, mənə dedi ki, dur ayağa, indi mənə bax, durmuram. Bax, indi mənə bax. Buradakı o, indi mənə bax tərəfi, yəni bu da onu deyir. I was like, yəni bax, belə idim orada. Mən indi bax, gör necə idim və necə olduğunu birbaşa orada yamsılamış olur. Hətta intonasiyasına kimi eyni demiş olur. Məsələn, deyir ki, I was like, hey, what the fuck are you doing? Yəni, nə edirsən sən? Belə dedim orada. And he was like, what did I do? Yəni, o da dedi ki, nə edim ki? Başa düşdünüz, bax, bu şəkildə. Bu da sizin üçün bir trik olsun. Bunu sizə nə kursda, nə məktəbdə, nə universitetdə öyrətməyəcəklər. Amma kinolarda, bütün Amerikaya getsəz, İngiltərəyə getsəz görəcəksiniz ki, hamı belə danışır. Siz də belə danışın ki, sizi özlərindən biri bilsinlər. Özünüzə yaxşı baxın. Növbəti mövzuda görüşərik. Hələlik.